Biz keçən dəfə əqidə dərsində məşəqqət olmadan ruzu verəndir Allah oxuduq. Qorxusuz öldürəndir oxuduq. Onun şərhlərini oxuduq və bir çox mövzuları oxuduq. İndi inşallah bugünkü dərsimizdə 6-cı dərsə keçdik. 20-ci maddə. Çətinlik çəkmədən məşəqqətsiz yenidən dirildəndir. Şərhini oxuyaq. Bu ona görədir ki, Allah Teala aləmi Nəhl surəsinin 40-cı ayəsində buyurduğu kimi məşəqqətsiz ol deməsi ilə yaratdı. Rəbbimiz ayədə buyurur ki, İnnəmə qavlunə li şeyin izə əradnəhu ən nəqulə ləhu kun fəyəkun. Biz hər hansı bir şeyi yaratmaq istədikdə ona sözümüz ol deməkdir. O da dərhal olar. Bir şeyi yaratmaqda çətinlik çəkən məxluqlardır. Çətinlik məfhumu yaradılmışlara məxsus bir məfhumdur. Allah üçün isə hər hansı bir şeyi yaratmaq məşəqqət deyil onun üçün. Diriltmədə və təkrar qiyamət günü geri qaytarmaqda çətinlik çəkməz. Çünki yenidən bərpa etmək ilk yaratmaqdan daha asandır. Yenidən bərpa etmək, yəni ikinci dəfə nəyisə belə deyək, düzəltmək birincindən daha asan olur adətən. Amma bu söz insanlar üçün aiddir, məxluqlara aiddir. Bu Allaha aid olan bir şeydir. Sadəcə biz başa düşək deyə bu söz işlənir ki, bir şeyi ikinci dəfə düzəldən insan adətən daha rahat olur onun üçün. Bir stolu düzəldirsən, birinci dəfə çətin olur. Necə kəsəcəm, necə doğrayacam, necə birləşdirəcəm. Amma ikinci dəfə daha asan, üçüncü daha asan olur. Amma Allah üçün isə belə şeylər düşünməz. İstər ilki, istər sonuncusu olsun, fərq etməz. Allah üçün birinci ilə sonuncu arasında məşəqqət yoxdur. Çətinlik və asanlıq məfhumları Allah Teala'ya aid deyildir. Buna və huvə əhvənu aleyh. Bu iş onun üçün çox asandır ayəsi və əfə'aynə bil xalqil əvvəl. Məgər biz ilk yaradılışdan aciz mi qaldıq ayəsi buna işarədir. Yəni biz ilk dəfə yaradarkən aciz qalmadığımız halda ikinci yaradılışda necə aciz qala bilərik? Həmçinin o gün insanları ilk dəfə yoxdan yaratdığımız kimi qaytarıb, dirildib, əvvəlki halına salarıq. Həmçinin digər bir ayə, məxluqatı əvvəlcə yoxdan var edən, sonra da qiyamət günü yenidən dirildəcək odur ayələri də buna misaldır. Bu ayələr də necə ki Allah Teala kainatı ilk dəfə yaradıbsa, belə bir mükəmməllikdə, hər biri öz yerində insanı xəlq edibdir. Ona görən gözlər, eşidən qulaqlar, danışan dil verib və bütün kainatı nizamlı bir şəkildə yaradıbdır, ilk dəfə yaratdığı halda və yenidən də təkrar bu şeyləri yaratmaqda Allah Teala azizlik çəkməz. Allah Subhanahu Teala inkar edənləri isə cavab olaraq belə buyurur. Məgər insan onun nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə Rəbbinə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub, çürümüş sümükləri kim dirildə bilər, deyə hələ bizə misal da çəkdi. Ya Peyğəmbər, de, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu yaradılışdan əvvəl də, sonra da çox gözəl tanıyandır. O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Məgər göyləri və yeri yaradan bir daha onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. Hər şeyi yaradan, hər şeyi bilən odur. Bu, deməli, Yasin surəsindən olan 77 və 81-ci ayələr idi. Bir gün bir müşrik gəlir Allah Resulü s.ə.v-in yanına, sümüyü, əlində sümüyü götürür və sümüyü də çürümüş bir sümüyü də əlinlə oxalayır belə. Bundan mı biz yaranacaq? Yenidən biz bundan mı xəlq olacaq? Yəni, dolayısıyla Peyğəmbərimiz s.ə.v susturmaq istəyir. O anda da bu surə nazil olur.
Yəni biz ilk yaradışda aciz qaldığımı, heç insan öz yaradışına bir baxmazmı? İnsan ilk olaraq Adəm torpaqdan yaranmışdır və sonra insanlar nədən? Nütfədən, murdar bir sudan yaranıbdır. İnsan bir əvvəlki yaradışda heç nəzər salmazmı yəni? Yəni sümük bunun yanında nədir ki? Dolayısıyla lazımsız şeydən Allah Teala, lüzumsuz şeydən necə Allah Teala yenidən xəlq edə bilirsə insanı, belə mükəmməllikdə var edə bilirsə, sümük çürüsə də, o məhv olsa da, yansa da, Allah üçün belə bir şey, çətin bir şey yoxdur ümumiyyətlə. Beləliklə, təkrar dirilməni inkar edənlərə Allah Teala uca kitabında dəlil gətirərək buyurur ki, ey insanlar, öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, ilk yaradılışınızı yada salın. Həqiqətən biz sizi atanız Adəmi torpaqdan, sonra mənidən, yəni nütfədən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş, vaxtında doğulmuş və düşməmiş, vaxtından əvvəl doğulmuş bir parça ətdən yaratdıq. Yəni, necə təkrar dirilməyə şək edib onu inkar edirsiniz. Halbuki Allah sizi torpaqdan müxtəlif hallarda yaratdı. Şəklə düşmüş, yəni tam xilqətdə yaradılmış, şəklə düşməmiş isə öz halına buraxılmış, yəni nütfə halında tədricən yaranmışdır insan. Bu, sizə göstərmək üçün, yəni sizə onun qüdrətini, hakimliyini açıqlamaq üçündür. Əgər Allah Teala torpağı insana, nütfəni laxtalanmış qana, sonra tam şəklə düşmüş bir ət parçasına çevirməyə qadirdirsə, öldükdən sonra çürüyərək torbağa çevrilmiş bədən üzvlərini yenidən diriltməyə də qadirdir. O sizi çətinlik çəkmədən əvvəl necə yaratmışdırsa, eləcə də yenidən dirildər. Biz oxuduğumuz çətinlik çəkmədən, məşəqqətsiz yenidən dirildəndir maddəsi. Allahın bir şey yaradarkən məşəqqətsiz yaratması. 21-ci maddə, məxluqatı yaratmamışdan əvvəl qədim olduğu halda, yəni əzəli olduğu halda, sifətləri ilə daimidir. Allahın sifətləri deyərkən xüsusiyyətləri başa düşülür. İnsanın xüsusiyyətləri deyilir, ha? Görəndir, eşidəndir, danışandır, hisslənəndir və s. Bunlar insanın xüsusiyyətləridir. Deməli, məxluqatı yaratmaqdan əvvəl qədim olduğu halda sifətləri ilə daimidir. Yəni, hər hansı bir sifətə onları, yəni məxluqları var etməklə sahib olmamışdır. Necə ki, sifətləri ilə əzəli idi, eyni şəkildə onlarla əbədiyyən yox olmaz. Allah Teala'nın sifətləri onun zatı ilə bərabərdir. Demək ki, tarix boyu məzhəblər olub, bəzi məzhəblər olub ki, Allahın sifətləri ilə onun zatının arasında fərqin olduğunu deyiblər, sonradan yarandığını deyiblər, amma bu isə əqlə uyğun deyil, eyni zamanda nəqlə də uyğun deyil, şər'i dəlillərə də uyğun deyil. Şərhinə baxaq. Bu sözlə demək istəyir ki, Allah Teala ən gözəl adları ilə və uca sifətləri ilə istər zati sifətləri olsun, məsələn, həyat, qüdrət, elm, iradə, hər şeyi eşidən və görən, istərsə də feili sifətləri, yəni təkvin, xəlq etmək, yaratmaq, həyat vermək, öldürən sifətləri ilə əzəli və əbədi olaraq vəsflənmişdir. Bütün bunlar əbədi olan, yox olmadan münəzzəh olan, zatında var olan sifətlərdir. Bu sifətlər, saydığımız bu sifətlər Allaha sonradan əlavə olunmamışdır. Yəni, məxluqatından əvvəl, yəni onun yaratdıqlarından əvvəl bu sifətlərlə vəsf olmuşdur. Quranda buyurulduğu kimi, bu Allahın yaratdıqlarıdır, məxluqlarıdır, yəni xəlq deyilir, lakin məxluq nəzərdə tutulur. İnsan doğularkən o danışmağa sonradan başlayır. İlk vaxtlarda o danışa bilmir. Yəni insanın kəlam sifəti o necə sonradan meydana gəlir. İnsanın hər hansı bir şeyi, məsələn, rəsm çəkməsi, bu sifət sonradan bu bazarıq onda yaranır. Amma Allah üçün isə hər hansı bir sifətin
sonradan meydana gəlməsi deyə bilmərik. Bu Allah üçün nöqsandır. Yaratdığı xəlq dedikdə, burada zatında qaim olan sifətindən söz getmir. Buna görə imam demişdir ki, məxluqatın, yəni imam deyərkən söhbət imam Tahavidən söhbət gedir. Məxluqatın olması ilə, yəni uca Allah onları yaratmazdan əvvəl olmayan bir sifətlə sifətlənərək artmamışdır. Allahın əvvəlcə filan sifətləri yox idi, sonradan artmışdır demirik deyir yəni. Yəni Allahın sifətlərində nə məxluqları yaratmazdan əvvəl, nə də sonra bir şey artmamışdır. Çünki onun sifətləri əzəli və qədimdir. Allah Taala'nın sifətləri ilə bərabər həm əzəlidir, hər zaman olubdur və eyni zamanda əbədidir. Allahın zatında var olan sifətlərinin əqli dəlilləri Allah Taala dəyişkən çeşidləri ilə dolu olan aləmdə öz incəlik və məharətini təcəlli etdirərək heyran edici tərtib və nizamla səmanın quruluşu, oradakı ulduzları, planetləri, günəşin və ayın bir-birini əvəz edib, lakin bir-birini ötməməsi və keçərkən bir-birinə qarışmaması möhtəşəm sənət əsəri yaratmışdır. Gecəni və gündüzü məxluqları üçün ardıcıl etmişdir. Onlardan biri öz enerjisi ilə əşyaların üzərini örtüb, bürüyür, digəri isə üzərindən pərdəni açıb aydınlandırır, yəni gecə və gündüz. Canlı varlıqların cisimlərində görünən və müşahidə edilən həyat, seçim etmə qabiliyyəti, mənfəətləri əldə etmə və zərərlərdən çəkinmə bacarığı, o cümlədən emosional duyğular, həmsinin cansız aləmdə kodlaşdırılmış xüsusiyyətlər, dünyanın ən profesional, dərin düşüncəli alimləri və hikmət sahibləri tərəfindən ömür boyu düşünülsə də, onlar nə onun dərinliyinə, nə də ondakı tədbirin incəlişlərinə və kamil hikmətinin möcüzəsinə vara bilməzlər. Yəni, Allah Teala'nın bu mükəmməllikdə yeri, göyü, planetləri var etməsi, insanda qeyri-adi xüsusiyyətlərin var olması, müxtəlif duyğuların var olması, insanın seçim qabiliyyəti, düşünə bilən bir varlıq olması, danışa bilən bir varlıq olması, müxtəlif duyğulara dedik sahib olması, bu dünyanın ən alim bir adam üçün belə çox çətin bir işdir və belə bir varlığı, belə bir mükəmməllikdə varlığı yalnız kim yarada bilər? Allah yarada bilər. Bunda kəskin ağıl sahiblərinə bu əşyaların mütləq kamal, elm, qüdrət, istək, iradə və hikmət sifətləri ilə səciyyələnən yaradıcının olmasına kəskin dəlillər vardır. Yəni, əgər bu mükəmməllik varsa kainatda, demək ki, bunu edənin mütləq bir elm sifəti vardır. Çünki bütün bunlar elm olmadan meydana gələ bilməz. Bu qədər mükəmməllik elm olmadan meydana gəlməz. Həmçinin bunu edənin qüdrət sahibi olmalıdır. Bu qədər mükəmməllikdə, bu qədər böyülükdə kainatı, aləmləri yaradan varlıq mütləq qüdrət sifətindən malik olmalıdır. Həmçinin iradə sifətindən bütün bunları istəyərək etməli. İradə sifəti olmalıdır ki, hər yaratdığı şeyi də istəyinə uyğun yaratması və bir də hikmət sifəti olmalıdır. Hər şeyi bir hikmətə binaən yaradır Allah Teala. Hər şeyi bir məqsədə uyğun olaraq yaradır. Bütün bu dörd xüsusiyyət saydığımız o varlıqda olmalıdır ki, bu kainat, bu aləmlər var olsun. O da dedik kimdir? Allahdır, yaradıcı olan Allahdır. 22-ci maddə, onun sifətləri əzəli olduğu kimi həm də əbədidir. Şərhində yazır ki, bu ifadədən məqsəd Allah Taala'nın sifətlərinin əzəli və əbədi olmasının isbatıdır. Əzəli və əbədi sözlərinin əmələ gəlməsi etimologiyası barədə deyilir ki, onun başlanğıcını təyin etməkdən qəlb sıxıldığı üçün əzəl adı
işlənmişdir. Əzəl sıxlıq, darlıq deməkdir. Yəni Allahın insan başlanğıcını düşünə bilmir, qəlb sıxılır. Getdikcə əvvələ, gedirsən, bir əvvəli tapa bilmirsən, qəlb sıxılır. Ona görə də ərəbcədəki əzəl kəlməsi sıxlıq, darlıq mənasını verir. Amma əslində nə mənaya gəlir? Yəni başlanğıcı yoxdur. Əbədi adı isə onun sonunun təyinindən qəlb qorxduğu üçün işlənmişdir və əbədi sözü qorxu və vəhşət sözündən meydana gəlmişdir. Yəni insan sonu düşünəndə də istərsəm adamda bir qorxu yaranır. Bu əbədi sözdə, terminologiyada nədir? Qorxu və vəhşət mənalarına gəlir. Muhammed bin Əbu Bəkr Muxtar Ər-Razi Muxtarus Sihah kitabında əzəlin sonsuz sözü ilə ifadə olunduğunu qeyd edir. Bu terminologiyada da əzəli, yəni varlığının başlanğıcı olmaması, əbədi isə onun sonunun olmaması deməkdir. Qeyd olunmuşdur. 23-cü maddə, məxluqları yaratdıqdan bəri Xaliq, yəni yaradan adını götürməmişdir. Məxluqları yaratdıqdan bəri Xaliq adını götürmür, yəni yaratdıqdan sonra olmamışdır onun yaradan adı, Xaliq adı. O əzəldən Xaliqdir. Aləmi var etməsi ilə bari adını götürməmişdir. Aləmi var etməsi ilə bari adını götürməmişdir. Bari də yenə nə deməkdir? Yaratmaq mənasıdır. Əzəldən bəri bu vəsfləri mövcuddur. Şərhinə baxaq. Xaliq və bari eyni mənadadır. Bəziləri belə demişdir. Yaratdı, yəni xəlq etdi mənalara gəlir. Bu kəlam uca Allahın əzəldə sifətlərindən bir şey əskik olmadan kamil sifətlərlə vəsfləndiyini bildirdiyi üçün təkrar olunmuşdur. Allah Taala'nın zatının əzəldən kamal sifətlərindən uzaq olması mümkün deyil. Belə olsaydı, nöqsanlıq baş verərdi. Bu isə onun barəsində qeyri-mümkündür. Əgər Allahın sifətlərinin sonradan gəldiyini, meydana gəldiyini, məsələn, yaratma sifəti, əzəldən aləmlər yox ikən, yer kürəsi yox ikən, insanlar yox ikən, Allah Taala belə deyək, yaratmamışdı da, yaratmamışdan qabaq hələ bu aləmləri, onun yaratma sifəti var idi mi, yox idi mi? Var idi, əzəlidir. Bəzi belə deyək, məzhəblər var ki, batil məzhəblər, onlar Allahın bəzi sifətlərinin sonradan yarandığını söyləyirlər. Amma Allahın bütün sifətləri bərabər əzəlidir. Əgər belə deyəriksə, hər hansı bir sifətin Allahdan sonradan yarandı deyəriksə, bu Allah üçün nöqsan izafə etmək deməkdir. Çünki Allahın kamal sifətlərindən uzaq olması onun aləmi yaratmaqda həmin sifətləri əldə etmək ehtiyacını doğurardı. Demək ki, Allah Taala hər hansı bir sifəti ehtiyacı oldu deyə o sonradan onda yarandı. Bu isə Allah üçün doğru ifadə deyil. Lakin Allah Taala aləmlərdən ehtiyacsız olub məxluqatı yaratmasında bir sifətə yiyələnməkdən uzadır. 24-cü maddə, heç bir malik yox ikən o Rəbdir. Heç bir məxluq yox ikən o Xaliq idi. Şərhi, bu əvvəldə qeyd olunan ifadənin tədqiqi və təkididir. Uca Allah məxluqları yaratmazdan əvvəl Rəbb və Xaliq idi. Çünki əbədi və öz zatı ilə qaim olan onun sifətləridir. Heç bir malik yox ikən, heç bir, yəni Rəbb nədir? Rəbb sahib olan, malik olan, heç bir malik yox ikən o Rəbb idi. Heç bir məxluq yox ikən o Xaliq idi. İmamın, yəni İmam Tahavinin bu kəlamının özündə əşarilərin fikirlərinə rəddiyə vardır. Belə ki, onlar demişlər, zati sifətlər qədimdir, sonsuzdur. Xəlq etmək, var etmək kimi feili sifətləri isə sonradan yaranmışdır. Demək, əşarilərin görüşləri, belə bir görüşü var ki, zati sifətlər qədimdir, xəlq etmək, var etmək kimi feili sifətlər isə sonradan yaranmışdır. Bu, eyni zamanda mötəzililərin
Nəccarilərin və kərramilərin sözüdür. Amma əsasən müşəbbihə və mücəssimə bu görüşləri olublar. Amma İmam Əşarilərin isə belə bir görüşünün olması sadəcə ləfsidir. Burada belə bir qeyd düşüb ki, bu məsələdə, yəni söhbət Allahın sifətlərinin sonradan yaranması məsələsində Əşarilər və Maturidilər arasında sözdə ləfsi olaraq ziddiyyət var. Yəni əslində kəlmə belə deyək, fərqləri var, amma məna etibarilə eyni şeylərdir. Maturidilərə görə fiili sifətlər Allah Taala'nın öz zatı ilə var olan qədim sifətlərlə vəsf olunan sifətləridir. Bəzi əşarilərə görə fiili sifətlər Allah zatında qaim deyil, əksinə bu qədim qüdrət sifətlərinin əlamətləridir. Yəni, eyni şey deyirlər, sadəcə olaraq əşarilər deyirlər ki, bu Allahın fiili sifətləri onun qüdrət sifətinin içərisindədir. Yəni, qüdrət sifətinin içərisində sonradan meydana gəlmişdir. Yəni, biri var deyəsən ki, Allahın ümumiyyətlə olmayan sifəti sonradan meydana gəldi. Məsələn, yaratma sifəti, aləmlər yox ikən, sonradan Allah Taala belə bir sifəti var etdi. Və yaxud da kəlam sifəti. Məsələn, Quranın tarixdə belə bir mübahisəli dönəmləri olubdur. Mihnə hadisələri olubdur. Bəzi həşəvi həmbəlilərlə mötəzilər arasında mübahisələr olubdur. Allahın kəlamı yaradılmışdırmı, yoxsa əzəlidirmi? Bu uzun mübahisələr olubdur. Məsələn, Əməvilər dövründə mötəzilə hakim olubdur. Onlarla həmbəlilər arasında ciddi mübahisələr olubdur. Bəzilər deyiblər ki, bizim ağzımızdan çıxan kəlmə, məsələn, Quran ayələri, onlar belə yaradılmamışdır. Əzəlidir. Bizim ağzımızdan çıxan səslər, hansı ki, yaradılmışdır axı. Ağzımızdan çıxan Quran ayələri yaradılmışdır, amma məna etibarilə Quran-Kərim yaradılmamışdır. Allahın əzəli ilminə aiddir. Bu hadisələr biz indi sadə şey kimi dinləyirik, amma tarixdə belə bu kimi şeylərin üzərində bir-birini təkfir ediblər. Bundan sonra da insanlar bir-birlərini öldürüblər. İmam Əbu Hanifənin belə bir sözü var Vəsiyyət kitabında. Kim Allahın sifətlərinin sonradan yarandığını deyərsə və bunda şək və ya tərəddüd edərsə, o kafirdir. Hətta fasik belə deyil. Biz isə deyirik, Allahın bütün sifətləri qədimdir, çünki Allah Taala özünü əzəldə feili sifətləri ilə tərif etmişdir. Haqq Taala ayədə buyurur ki, Vallahul xaliqul bari'ul musavviru lehul əsmaul husna. O, hər şeyi yaradan, yoxdan var edən, hər şeyə sürət verən Allahdır. Ən gözəl adlar ancaq ona məxsusdur. Belə ki, onun əzəldə xaliq, yaradan, musavvir, yəni şəkil verən sifətləri ilə vəsfləndiyi sübut olunmuşdur. Əzəldə nə məxluq, nə bəndə, nə də ki, surət verilən varlıq var idi. Çünki fiili sifətlər əgər Allahın zatında sonradan yaranmış olsaydı, onda sonradan var olanların məkanı olardı. Bu da batildir və yaxud başqa məkanı və ya məkansız olmalı idi. Bunların hamısı qeyri-mümkündür və rədd olunmuşdur. Burada biraz kəlami mövzulara girir. Ağır mövzular olsa da, yəni başlanğıc üçün ən azından məlumatımız olsun. Yəni, deyir ki, hər sonradan yaranan bir şey məxluqdur. Allahdan danışırıqsa, Allahın istər zati sifətləri, istərsə də feili sifətləri fərqləməz. Allaha məxsus olan bütün sifətlər Allahın zatı ilə bərabər əzəlidir. Amma sonradan yaranmışdır deyəriksə Allah haqqında sifətləri barəsində, bu sonradan yaranan bir nədir? Məxluq sayılır və onunla mütləq bir məkanı olmalıdır. Allah haqqında isə Allaha məkan izafə etmək isə dedik ki, bu batildir. O hər şeyə qadirdir. O sözü əvvəldə qeyd olunduğu kimi Allahın dirildən, öldürən və başqa sifətlərinə işarədir. Məxluqların əzəldə mövcud olmadıqları halda Allah Taala'nın əzəldə də hər şeyə qadir olmaqla
vəsfləndiyini nəzərdə tutmuşdur. Məxluqlar olmamışdan öncə də Allah Teala yenə hər şeyə qadir idi. Düşünün ki, heç bir şey yoxdur. Heç bir şey yox ikən də yenə Allah hər şeyə qadir idi. Yəni, bir şeyi biz məsələn düzəldəndən sonra biz nəyəsə qadir olduğumuzu deyirik, düzdür? Əgər ondan əvvəl heç nə eləyə bilmiriksə, biz qadir olmayan sifətə malik. Məsələn, bir əli qolu işləməyən bir insan, çünki o qadir deyə bilmərsən. Amma o nəyəsə düzəldə bilirsə, ondan sonra qadir sayılır. Allah Teala heç nə yox ikən də yenə qadir sifəti var idir. Eyni şəkildə hər nə qədər yaradılmış bir şey əzəldə yox idisə də uca Allah yaratma və xəlq etmə kimi digər sifətlərlə də vəsli olmuşdur. Bu mövzuda əks fikirdə olanlar Allah Teala'nın əzəldə qadir, eşidən, görən olduğunu, bunları qəbul etmənin onun bildiklərinin, eşitdiklərinin və yaratdıqlarının əzəlliyinin vacib olmadığını qənaətindədir. Eləcə də onun əzəli olan yaratma sifəti meydana gələn hər varlığı öz yaranma vaxtında təcelli edər demişlərdir. Allahın bəzi sifətləri o şeylər var olduğu anda meydana gələr demişlər. Hər şey ona möhtacdır və hər iş onun üçün asandır. Yəni, hər şey yaradılışda Allaha möhtacdır. Ancaq onun xəlq etməsi ilə bir şey var olur və ancaq onun iradəsi ilə idarə olunur. O, hər şeyin ancaq özünə ehtiyacı olan qəyyumudur. Yəni, idarə edicisidir. Allah ehtiyacsızdır, siz isə fəqirsiniz. Bütün şeylər onun ol deməsi ilə vəcdə gəlir, meydana gəlir. Bütün işlər ona asandır və o, yaratmaqda çətinlik çəkməz. O, heç bir şeyə möhtac deyil. Çünki ehtiyac naqislik əlamətidir. Allah isə bütün bunlardan münəzzəhdir və bütün varlıqlar onun qəhrinə tabidir. Məxluqat Allahın yaratması ilə mövcuddur. O, özünü Quran ayəsindən mütləq ehtiyatsızlıqla vəsf etmişkən, başqasına necə möhtac ola bilər? İnnəlləhə ləğaniyyun anil aləmin. Allah əsla aləmlərə möhtac deyildir. Sonunda mövzunun anlaşılması üçün suallar edilib. Allah Teala'nın rububiyyət sifətinə sahib olması üçün mərbublara ehtiyacı var mıdır? Rububiyyət, yəni Allah Teala'nın malik olma sifətinə sahib olması üçün əlavə rəblərə də ehtiyacı var mıdır? Bayaq ayə oxuduq ki, Allah əsla aləmlərə möhtac deyildir. Allahın qüdrəti hər şeydə keçirmi? Hər şeyə yəni qadirdirmi? Və huve alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir ayəsi. Allahın hər hansı bir şeyə qadir olmayan o Allah ola bilməz. O naqislikdir onun üçün. Ondan daha aydın ayələr də var. Daha o biraz bənzəri yoxdur. Açıqlamasıdır, Allahın sifətləridir. Bilmiyorum bu mövzu, bu muhteşem aylar böyle çekimler nasıl güzel. Yani insanın başına araştırmak zorunda. Bilmiyorum bu mövzu öyle. Biraz başqa mövzudur. Üçüncü sual, onun misli yoxdur sözünün mənası nədir? Onun misli yoxdur. Biz bunu əvvəlki dərslərimizdə oxudasında dedi ki, misli yoxdur deyərkən 4 şey nəzərdə tutulur. Bənzəri, oxşarı, eyniliyi, belə dördüncü nə idi? Bərabərlik idi deyə səhv eləməmsə. Yəni, əslində bir-birinə yaxın mənalardır. Misli deyərkən bu dördü də ondan uzaqdır. Yəni, heç birini ona, əslində bunlar müstəqil olaraq açıqlandıqda hər birinin xüsusi mənaları var. Ümumi şəkildə eyni mənalara gəlir. Misli yoxdur, Allahın bir bənzəri yoxdur. Allahın bir bənzəri yoxdursa, var deyirəksə, haşa, o zaman o Allaha nə ehtiyacı olur?
O da demək ki, başqa bir varlığa möhtacdır. Nəyəsə möhtac olan varlıq isə Allah ola bilməz. Bu həm məntiqdə də belədir, əqil də bunu belə olduğunu qənaətinə gəlir. Çünki biz məsələn, dini öyrənərkən mütləq o öyrəndiyimiz din bizim ağlımıza uyğun gəlməli mütləq. Məsələn, biz tutalım ki, xəbərimiz yoxdur, gedib Krişnalığı öyrənirik. O şeylər bizim ağlımıza, məntiqimizə onu süzgəcindən keçirməliyik. Ağıl və məntiqə uyğun olmayan şeylərdirsə, biz onu rədd edərik. Məsələn, biz xristiyanlığı nəyə görə rədd edirik? Çünki onlar Allaha oğul nisbət edirlər. Yəni, Allah kimisi var deyirlər. Sabah Allahın oğlu nə olacaq? Böyüyəcək, böyük bir, o da Allah olacaq. Ona zövcə nisbət edirlər. Bu isə məxluqata xas olan xüsusiyyətlərdir. Ağıl da bunu qəbul etmir. Dolayısıyla bütün bu şeyləri biz öncə ağlımızın süzgəcindən keçirməliyik ki, batil yola düşməyək. Və bir də dedik ki, Allahın zatı və feili sifətləri fərq edilməz. Allahın bu cür sifətləri ümumiyyətlə əzəli və əbədidir. Allah Teala söhbətimizdən faydalanmağı nəsib etsin əziz qardaşlar. Allah hamımızdan razı olsun.